Deməli, başlayırıq. Saylardan sonra gələn isimlərin təkdə və ya cəmdə olması. Uşaqlar, birinci mən qayıdıram. Lap əvvəlki 5-ci sinifin dərsliyinə qayıdıram. Orada bəzi 1-2 qaydanı sizə təkrar edeyim, sonra qayıdıram yenidən öz 6-cı sinif dərsliyimizə. Uşaqlar, sayı bilirik ki, əşyanın miqdar və sırasını bildirən əsas nitq hissələrindən biridir. Sayların mənaca 2 növü var. Miqdar sayları və sıra sayları. Miqdar sayları da özü 3 yerə bölünür. Müəyyən miqdar sayları, qeyri-müəyyən miqdar sayları və kəsr saylarına bölünür. Biz bunu 5-ci sinifdə keçmişdik ətraflı şəkildə ki, müəyyən miqdar sayları əşyanın konkret olan miqdarını bildirir. Yəni, məsələn, mən bilirəm, mənim 5 qələmim var, 3 dəftərim var, 10 kitabım, karandaş, pozan, nə bilim də belə. Yəni, müəyyəndir, konkretdir. Qeyri-müəyyən miqdar sayları isə əşyanın konkret olmayan miqdarını bildirir. Məsəl üçün, çoxlu, məclisdə çoxlu adam iştirak edir. Konkret bilmirəm də 500 dənədirmi, 10 dənədirmi, 20 dənədirmi? Konkret demirəm. Məsələn, xeyli adam, xeyli kitab dəftərim var. Çox, az, xeyli, biraz, bir qədər bu tipli saylar qeyri-müəyyəndir. Kəsr sayları riyaziyyatda da keçirsiniz, tamın ədədin hissəsini bildirir kəsr sayları. Kəsr sayları bu deməli 5-də 4, 10-da 15, nə bilim, 20-də 30. Bunlar hamısı kəsr sayları hesab olunur. Sonra keçirəm sıra sayları. Sıra sayları ıncı, inci, uncu, uncu şəkilçisi ilə düzəlir. 5-ci, 10-cu, 15-ci, 20-ci, 30-cu, 40-cı bunlar isə sıra sayları hesab olunur. Sonra bunlar təkrar olundu. Nəsə qaranlıq qalan bir məqam varsa, sualınız varsa verə bilərsiniz. Yoxdursa keçirəm saylardan sonra isimlərin təkdə və ya cəmdə işlənməsinə. Uşağın biri çıxıb, sıraq çıxıb. Saylardan sonra isimlərin təkdə və ya cəmdə işləməsi nədir? Müəyyən miqdar saylarından sonra isimlər həmişə təkdə olur. Çünki onlar özünə sonra isim tələb edir, amma təkdə olan isim. Məsəl üçün, deyə bilərsən 5 qələm, 20, məsələn, 20 maşın. Day, deyə bilməzsən 5 qələmlə 20 maşınlar. Deyə bilməzsən. Deyə bilərsən 5 qələm, 20 maşın, 3 karandaş, 4 pozan, bu tipli. Sonra keçirəm qeyri-müəyyən miqdar saylarına. Uşaqlar, qeyri-müəyyən miqdar saylarından bir sıra, bir çox. Məndə bundan qeydləri var. Göndərəcəm, daha konkret öyrənin orada. Bir sıra, bir çox saylarından sonra gələn isimlər ancaq cəmdə olmalıdır. Yəni, bunu gördün, testdə düşüb ki, məsələn, saylardan sonra gələn isimlərin təkdə və ya cəmdə olmasını müəyyənləşdir. Bir sıra bir çox saylardan sonra gələn isimlər yalnız cəmdə olur. Məsələn, deyə bilərsən, bir sıra insanlar, bir sıra məsələlər, bir çox şagirdlər, ölkələr ancaq cəm istəyir. Sonra çox, onlarla, yüzlərlə, minlərcə saylardan sonra gələn isimlər həm təkdə ola bilər, həm cəmdə ola bilər. Yəni, təkdə də yaza bilərsən, cəmdə də yaza bilərsən. Bu bir problem deyil. Çox adamlar da deyə bilərsən, çox adam da deyə bilərsən. Çoxlu işlərimiz var, çoxlu işimiz var. Yəni, hər iki forma düzdür. Amma yerdə qalan, yəni az, xeyli, bir neçə, bir qədər, 5-6, nə bilim, çox, bu tiplilərdən sonra isə yalnız və yalnız həmişə təkdə olan isim işlənir. Məsələn, ancaq deyə bilərsən, az tapşırıq, az adam. Bir qədər, məsəl üçün, şəkər, bir neçə jurnalist. Cəmdə ola bilməz, bir neçə jurnalistlər deyə bilməzsən, az tapşırıqlar deyə bilməzsən, yanlışdır. Sıra sayları, yəni bayaq dedik ya, ıncı, inci, uncu ilə düzəlir. Özündən sonra həm təkdə, həm də cəmdə olan isim tələb eləyə bilər. Bu problem deyil. Təkdə də ola bilər, cəmdə də. Məsələn, deyə bilərəm 5-ci siniflər, 5-ci siniflərdə deyə bilərəm, 6-cı sinifdə deyə bilərəm və yaxud da 6-cı sırada deyə bilərəm. Yəni, hər iki forması düzgündür. Qaydanı izah edeyim, sonra ən axırda bunlara uyğun tapşırıqlara baxarıq. Bir dənə də olmalıdır nümerativ sözlər. Uşaqlar, müəyyən miqdar sayları ilə isimlər arasında numerativ sözlər işlənir. Müəyyən miqdar sayları ilə isimlər arasında numerativ sözlər işlənir. Nədir numerativ sözlər? Ədəd, dəstə, cüd, nəfər, kilometr, metr, litr, top, göz, məsələn, 2 göz otağımız var deyirəm. 2 göz otağımız var. Buradakı göz numerativ sözdür. Sonra baş, başqa nə var?
bir top parça, 1 litr süd. Bunların hamısı nümerativ sözlərdir. Nümerativ sözlər sayın ancaq müəyyən miqdar saylarla isimlər arasında işlənir. Sıra sayla isimlər arasında işlənə bilməz. Kəsr sayla isimlər arasında ola bilməz. Bir də təxmini miqdar sayları var uşaqlar. Məsələn, mənim 5-6 dəstə göyərti. Təxmin edirəm də 5-6. Bax, onda nümerativ söz işlənə bilər. Yəni 2 dənə sayla ola bilər. Bir müəyyən miqdar saylarla, bir də təxmini miqdar saylarla. Və yaxud da sinifimizdə 3-4 nəfər adam qalmışdı, şagird qalmışdı. Bax, bu saylarla nümerativ sözlər işlənə bilər. Belə. Sonra başqa məncə qalmadı. Ondan sonra tamamlıqdır, qeyri-müəyyən təsiri haldır. Nümerativ sözlərdə bir də nəfər ən çox insanın layihəsinə bağlıdır. Bəzən görürsən ki, nitqdə deyirlər ki, biz evdə mənim, məsəl üçün, ailə tərkibimiz 4 dənə adamdan ibarətdir. Bax, dənə cansız varlıqlarlandır, dənədir, ədəddir. Baş ən çox mal-qara ilə, yəni heyvanlarla bağlı olur, ferma heyvanlar. 5 baş qoyunumuz var, 3 baş inəyimiz var. Sonra cütdür, dəstdir. Bunlar ən çox, məsələn, corabın içərisində nə qədər olur? 2 dənə olur da. Bir cüt corabım var deyirəm. Bir dəst kostyumum var deyirəm. Kostyum nədir? Dəstdən ibarətdir. Pencəyi də var, şalvarı da var. Belə. Bitdi. Hələ ki, bunlar